Bəli, o bir otaqdakı bütün kitabları boşalt. Hə, yaxşı. Ben bir hansı kitapları düzelt vurmayaq? Diyor rəfdəki kitabları. Arif'in kitaplarıdır. Ben onları sata bilmərəm axı. Allah rəhmət eləsin. Bəli. Mənim. Vallahi mən özüm bu pulları sizə elə belə də verə bilərdim. Lap borc verərdim. Eyvah, sağ ol. Sen usta böyük yaxşılıq elədin. Yaxşı ki, müşteri tapdın bu kitaplara. Çok sağ ol. Değmez. Ben senden yerle göğ arası razıyım. Hə sənətkar, hesab elə ki bu foto sənin diplom işindir. Xoşuma gəlməsə qanın getdi. Bu şəkil əla şəkil olacaq. Sən hələ məni yaxşı tanımırsan. Yaxından baxanda dağ elə də uca görünmür. Geç otur. Ay Arif, Nicat balanı çok incitme. Baş üstə. Ata, gəl də. Geldim. Aha, ben hazır. Buyur. Firəngiz xanım, nə qəşəng bəzənmisən, ha? Mən də hazır. Oturun. Otur. Çəkirəm. Aha. Cengiz benim. Cengiz benim. Ne? Burada yettim ben de. Cavit baba, biz seninle 6'ya danıştık. Dostum dedi ki bu cür nadir kitaplara 7.000 de vermiyorlar. Narahat olmuyor, imkanlı adamdı. Ne diyeyim ona, sağ olsun. Çok sağ olsun. Bu da benim vizitkam. Haçan lazım olsam hökmen aktar. Yaxşı. Ben gidelim. Bir daha sağ ol. Allah seni xoşbəxt et. Yerlə göy arasında senden razıyım. Sağ ol. Allah seni xoşbəxt etsin. Ama yine de yüreğimde kaldı. Birce deseydiniz ki problem nedir? Belki başka bir kümemde çatardı. Cavit kurban olum sana. Hiçbir problem yoktu. Sağ ol balası. Çok sağ ol. Bir şey olsa zengelerim sana. Allah'ım Allah. Git yaxşı ol. Zaten ben bu kitapları apara yığaq. Onsuz da evde bunlara yeri yoktu. Hiç ofiste de yeri yoktu. Siz bir eləyin də. Aparın bana. O uşaqların birine sərgə ilə yığarsınız, yaxşı. Oldu.